yadda qalan edən detallardan biri də hədiyyələrdir. Bu cür əl əməyi işlər isə insanların xüsusilə diqqətini cəlb edir. Çünki bu işlər özünə məxsusluğu ilə seçilir. Uzun illərdir ki, korporativ hədiyyələr standart və funksional yanaşma ilə seçilirdi. Lakin son zamanlar bu anlayış estetik dəyər qazanmağa başlayıb. Müştərilərin istəkləri bokslarla bağlı olur. Bu bokslarda nələr olur, bunu qeyd eləmək istəyirəm. Bokslarımız həm taxta əl işi qutu içərisində, belə deyim, hazırlayırıq, həm də kardon qutular içərisində hazırlanan bokslarımız bizim var. Bu boksların içərisində daha çox gündəlik istifadə oluna biləcək fincan olsun, yeni il oyuncağı olsun və bu kimi yeni il atributları istifadə olunur. Bunlara daha çox üstünlük verirlər. Sıfırdan hazırlanan əl əməyi göz nuru olan bu sənət nümunələri bütün detalları ilə adi hədiyyələrdən fərqlənir. Elə bu səbəbdən də belə hədiyyələr adətən uzun ömürlü dəyər daşıyır və illərlə saxlanılır. Müştərilər üçün əsas olan özəl olmasıdır. Bunlar da daha çox nələrlə bağlıdır. Misal üçün seçdikləri fincanlar olsun, oyuncaqlar olsun, bunların üzərində ad yazılmasını istəyirlər və biz də yerində bunu yazıb müştəriyə təqdim edə bilirik və hədiyyə etdikləri şəxs də ona özəl olduğu üçün təbii ki, bu hədiyyəni daha çox sevir. Bəzi əl işləri bir neçə günə, bəziləri isə hətta bir neçə həftəyə hazırlanır. Bir sözlə, hər zövqə və hər büdcəyə uyğun hədiyyələr sifariş etmək mümkündür. Rüya Salmanova, Nail Şahbazov, Telesəhər.